Zaqatala rayonunun Lahıc kəndindən keçən çay bu bölgənin təbii sərvətlərindən biri olmaqla yanaşı, həm də kəndin ekoloji balansında və yerli əhalinin həyatında mühüm rol oynayır. Lakin son vaxtlar bu ərazidə aparılan nəzarətsiz və məqsədyönlü qazıntı işləri çayın təbii məcrasını dəyişdirməklə həm ekosistemi, həm də insan həyatı üçün ciddi təhlükə yaratmaqdadır. Yerində aparılan müşahidələr göstərir ki, çay yatağında ağır texnika ilə intensiv şəkildə qum və çınqıl çıxarılır. Nəticəcə su axınının istiqaməti dəyişir. Çay sahillərində torpaq eroziyası artır. Flora və fauna ciddi zərər görür. Bu hal təkcə ətraf mühitə deyil, həm də kənd təsərrüfatı sahələrinə, arteziyan sularına və insanların yaşayış mühitinə mənfi təsir göstərir. Ən təəssüf doğuran məqam isə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bu açıq-aşkar pozuntulara qarşı lazımi reaksiya verməməsidir. Ya xəbərləri yoxdur, ya da həqiqətən xəbərləri var, sadəcə göz yumurlar. Hər gün kənd sakinlərinin gözü qarşısında təbiət məhv olur. Amma nə ekologiya monitorinq aparır, nə də məsul şirkət və şəxslərə qarşı tədbir görülür. Bu cür səhlənkarlıq və laqeydlik nəticəsində illərdir qorunan bir çay ekosistemi günbəgün yox olur. Bəs təbiətin sahibi olan dövlət orqanları hara baxır? Lahıc kəndinin əhalisi bu vəziyyətdən dərin narahatlıq hissi keçirir. Onlar dəfələrlə yerli qurumlara müraciət etsələr də problemin qarşısı alınmır. Əksinə qazıntı işləri genişlənir və çay yatağı da məhv olur. Əgər bu proses dərhal dayandırılmasa, gələcəkdə bərpası mümkün olmayan ekoloji fəlakət qaçılmaz olacaq. Təbiət əmanətdir. Bu əmanətə xəyanət edənlər istər qazıntı aparanlar, istərsə də susqun məmurlar məsuliyyətə cəlb olunmalıdır. Lahıc kəndində çayın taleyi təkcə bir kəndin deyil, bütün regional ekoloji gələcəkdir. Səssiz qalmaq təbiətə və gələcək nəsillərə biganə qalmaq deməkdir. Məsələ ilə bağlı üzümüzü tuturuq bütün aidiyyatı qurumlara və güc strukturlarına. Tezliklə bu problemin aradan qalxmasını xahiş edir və məsul şəxslər barəsində ciddi tədbir görülməsini istəyirik. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.